Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan üçbucaqların konqruentli əlamətli mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Keçən mövzunun izahına. Uşaqlar, üçbucaqların məsələn konqruentlik deyəndə biz keçən də biz bunu bilirdik ki, konqruent nə deməkdir? Eyni. Yəni eynisi üst-üstə qoyduğumuz zaman eyni fiqur alınmalıdır və konqruentliyin işarəsi də var idi. Belə bir işarəsi var idi uşaqlar. Xatırlayırsınızsa 5-ci sinifdə biz bunları keçmişdik. İndi isə uşaqlar biz artıq üçbucaqların konqruentliyinə baxacağıq. Uşaqlar, üçbucaqların konqruentliyində müəyyən bir xassələr var. Məsələn, deyir ki, konqruent üçbucaqlarda konqruent bucaqlar, yəni eyni bucaqların qarşısında dayanan tərəflər də konqruentdir. Məsələn, baxın uşaqlar, deyir ki, məsələn, burada şəkil verir. Bura bir, məsələn, bir alfa desəm, bura bir alfa, bura bir beta, bura bir gamma desəm. Uşaqlar, baxın, avtomatik burada bir alfa olmalıdır, burada beta olmalıdır uşaqlar, burada gamma olmalıdır. İndi baxın uşaqlar, məsələn alfanın qarşısında bir xətt düşübsə, görürsünüz buradakı bir xətt düşməlidir. Gammanın qarşısında 2 xətt düşüb, burada da 2 xətt. Burada beta 3 xəttdirsə, burada da 3 xətt şəklində olmalıdır uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. İndi uşaqlar baxın, sonra deyir ki, bax biz dedik ki, konqruent üçbucaqlarda bucaqların qarşısında dayanan tərəflər konqruentdir. Həmçinin konqruent üçbucaqlarda konqruent tərəflərin qarşısındakı bucaqlar da bir-birinin nə olacaq? Bərabər. Yəni bir-birinin tərsi kimi oldu uşaqlar. Bu şəkildə baxmamız lazım. İndi gəlin biz konqruentliyə aid məsələn misal nömrə 1-ə baxaq. Deyir ki, şəkildə konqruent üçbucaqlar verilibdir. Konqruent tərəflər və konqruent bucaqları yazın deyir. Məsələn mən burada bizə verib ki, təbii ki biz burada konqruent bucaqlar deyiləndə baxın onun qarşısındakı məsələn baxın bu y'nin qarşısına bura 3 mü dayanıbdır? Əla. Deyir ki, məsələn biz gəlməyəcək tərəflərə görə yazaq. Deyirəm ki, baxın DF bərabərdir PLA. Yəni konqruenti də yaza bilərik aşağıda və yaxud da məsələn DY konqruentdir. Məsələn 5 olan tərəf var. Məsələn LG konqruentdir. YF konqruentdir PG-yə. Bu şəkildə olmalıdır aşağılar. PG şəklində olmalı. Sonra baxın aşağılar. Məsələn 3. Sonra bucaqlara baxın. Məsələn D bucağı. 3-dən 5-in arasında və 6 deyil mi? Bucaq D 6-ya baxırsa burada da bucaq L bərabərdir bucaq L-ə. Sonra baxın F bucağı. Bucaq F hara baxır? 5 olan hissəyə baxırsa burada da 5-ə baxan hansı da aşağılar? P bucağı. Bucaq P bucağı. Sonra məsələn Y bucağı. Bucaq Y 3-ə baxan bucaq nəyə bərabərdir? 2-yə bərabərdir uşaqlar. Yəni bu şəkildə yaza bilərik. Bunu məncə siz artıq özünüz yaza bilərsiniz. Bir də bunu sizə çox da vaxt itirmirəm. Deyir ki, şəkildəki misal nömrə 2-yə baxın. Şəkildəki üçbucaqlar konqruentdir. Bizə əvvəlcədən şərt verir. Konqruent olduğunda şu aşağısının yeni nə olmalıdır deyir. Baxın uşaqlar, bura 6, 6 var, 9, 9-dur. Bura 8 isə burada 8 olmalıdır. Baxın 90 dərəcə, 90 dərəcə, 70, 70, bura 20-dirsə, burada nə olmalıdır? 20 olmalıdır uşaqlar. Baxın 4 var, 4 var. Bura 8 var. Demək, bura 8 olmalıdır da, eyni olmalıdır. Bura 10-dursa, burada 10 olmalıdır. Bax uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Sonra gəldik 3-cü suala. Deyir ki, üçbucaqların konqruentliyin işarəsi ilə yazın. Məchul tərəfi yaxud da bucağı tapın deyir aşağılar. Baxın. Bax 7, 5 var. Onda bura neçədir? 8-dir. Bura 60-dır, burada 60 olmalıdır uşaqlar. Sonra baxın. 3,5 4-dür. Bura 3,5 olacaq. Bura 120-dirsə, burada 120 dərəcə olmalıdır. Əla. Sonra gəldik biz nəyə? Gəldik uşaqlar konqruentliyin əlamətlərinə. Uşaqlar konqruentliyin əlamətlərində belə bir qaydamız var. Birinci qaydamız nədir uşaqlar? 3 dənə qayda keçəcək. Birinci qaydamız budur ki, nədir? Qaydamız adı bax TBT qaydamız. Nədir bu? Bu açılışı belədir. Tərəf, tərəf, bucaq, tərəf.
Tərəf bucaq tərəf deməkdir. Yəni deyir ki, uşaqlar, baxın, belə bir qaydadır. Bax burada bir uzun uzadı yazıldı ki, bir üçbucağın iki tərəfi, bax tərəf və iki tərəfinə söykənən, bax iki üçbucağın arasında qalan bucaq. Məsələn, bax A, B, C-dir. Bu iki tərəf bura A-dır, bura B-dir. Bu iki tərəfi arasında qalan bucaq digər üçbucaqda da eyni şəkildə iki tərəf və onlar arasında qalan bucağa bərabərdirsə, bu üçbucaqlar nədir uşaqlar? Kongruentdir. Oldu? Bu şəkildə yadda saxlayır. Sonra bir də ikinci qaydamız BTB qaydamızdır. Bucaq tərəf bucaq qaydasıdır uşaqlar. Yəni bir üçbucağın iki bucağı, məsələn alfa, beta bucağı və tərəfi digər üçbucaqda da alfa, beta və A tərəfi ilə bərabərdirsə, onda bu üçbucaqlar nədir? Kongruentdir uşaqlar. Bu şəkildə baxmamız lazım. İndi gəldik misal nömrə 4-ə. Gəlin baxaq görün nədir. İlk üçbucaqların kongruent olmadığı müəyyən edin, kongruentliyin hansı əlamətinə görə. Baxın uşaqlar, 50 dərəcə 90. 50 dərəcə 90. Hə, iki dənə bucaq var, bir dənə də tərəf. Ona nə olar uşaqlar? Bucaq, tərəf, bucaq. İki bucaq, bir tərəf varsa bucaq, tərəf, bucaq anlayışı olacaq. Həla. Gəldik bura. Baxın uşaqlar, burada da 4, 6 var. 4, 6 və aralarında bucaq var. Nədir uşaqlar? Tərəf, bucaq, tərəf. Sonra buna baxırıq uşaqlar. Burada artıq kongruent deyil. Niyə uşaqlar? Bucaqlar eyni olsa belə tərəflər nədir? Bir-birindən fərqlidir. Bu deyil uşaqlar. Sonra bura baxın uşaqlar. 5, 5. Amma burada 3'dür, burada 4'dür. Bu da deyil uşaqlar. Oxşar deyil. Yəni bu kongruent bucaqlar deyil. Deyir ki, 5-ci suala baxırıq. Deyir ki, TBT və yaxud da BTB əlamətindən istifadə etməklə verilən bucaqların kongruent olub-olmadığını olanları müəyyən edin deyir aşağılar. Baxın. Məsələn, 75-55 toplayanda neçədir aşağılar? 130. Onda buraya 50 qalmalıdır. Hayır değil mi? Bunları toplasan neçə eləyir? 0, 90, 100. Burası 80 olmalıdır. Bunları toplasan 0, 90. Burada 80 oldu. Baxın aşağı hansılar sizcə oxşardır. Bir üçbucağın 3 dənə tərəfi. Bunlar deyil. Bu deyil aşağılar. Deməli bu ikisidir bax. Kongruent onlar bu ikisidir. Sonra buna baxın aşağıda. 115 dərəcədir. Baxın 21, 17, 21, 25, 17, 21. Hansı 17, 21 bununla budur uşaqlar. 17, 21 olanlar oxşardır. Sonra gəldik. Nəyə? Baxın belə bir fiqur. Çəkəyim bunu. Bura 90'dır deyil, bura 90'dır aşağılar. Bura 3'dür, burada 3'dür. Uşaqlar baxın. 90 dərəcə 90 dərəcə varmı? Ortaqdır. Əla. Deyir ki, uşaq kongruent olduğunu əsaslanan bu AB deyir ki, bucaq B-də 60'dır. Bura 60'dır aşağı. Onda baxın, mən bu bucağı tapsam aşağılar. Onda avtomatik bura 30 olur mu aşağı? Eğer bura 30'dursa, onda burada 30 olmalıdır. Niye 30 olmalıdır aşağılar? Baxın, onda bura avtomatik, bura 60, burada 30 olmalıdır. Niyə? Baxın, 90 var, 3 var. 90 var, 3 var. Baxın, bura 90, bura 60'dırsa bu şəkildə deyir ki, D tərəfi və D bucağını tapın. D tərəfi hanı? CD tərəfin daha doğrusu. CD tərəfinə baxaq görək. CD tərəfini tapmanın qaydasını siz də keçməmişsiniz axı. Baxın görüm 6-cı sinif səviyyəsində deyildi bu. Deyir ki, üçbucağa baxaq görə AB 6 verir. Hə, AB-ni 6 verib də uşaqlar. Hə, onu görməmişdim. Əgər 6-dırsa burada 6 olmalıdır. Və D bucağımız da 60 dərəcə oldu. Çünki niyə uşaqlar? Baxın bu üçbucaq əgər bura 3'dür, bura 6'dırsa, burada 60'dırsa, bura 3'dürsə, burada 6'dırsa, burada hökmən 60 olmalıdır uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Bu şəkildə olacaq. Sonra gəldi 7-ci sual. AB və CD parçaları en nöqtəsində kəskin şəkildə verilənə görə kongruent üçbucaqlar müəyyən edin və onu əsaslandırın. Uşaqlar baxın. Bura ilə bura bir-birinə bərabərdir. Bura ilə də bura bir-birinə bərabərsə avtomatik uşaqlar. Deməli bura bax bu bucaqla bax görürsüz.
Ya bura 12 olacaq. Çünki niyə? Bu xətlə, bu iki xət, gəlin bunu siləyim indi yazdıqlarımı. Nəsə bax şey oldu. Baxın aşağı. Görürsüz bir xət, burada heç nə yoxdur. Görürsən aralarındakı bura 50 olacaq. Burada 12 olmalıdır, burada 12 olacaq. Qutarı getdi. Yox şartda, yəni o da eynidir. Sonra bura baxırıq uşaqlar. Sənin bu bucağı ilə, bu bucaqla, bu bucaq eyni, tərəf eyni olmalıdır. Yəni 18 çıxılsın y bərabər y olmalı. Buradan 2y bərabər 18-ə, y də bərabər 9 olacaq uşaqlar. Əla, y-ın 9-dur. Və bura ilə də bura bir-birinə bərabər olacaq. 2x minus 7 bərabər x-ə. Bu tərəfə keçən x də bərabər nə oldu? 7 olacaq uşaqlar. Yəni bu şəkildə olmalıdır. Sonra gəldik biz nəyə? Gəldik 8-ci suala. Deyir ki bizə tələb olunan tərəfin uzunluğunu tapın. Hansı kongruent elementini istifadə etdiyini müəyyənləşdirin. Uşaqlar baxın. Əgər bura 10'dur. Görürsünüz, bura hündürlükdür. Bu 2 bərabər hissə bölünür və hündürlükdür. Onda bura 5 olacaq da. Bura 5'dir, bura 5'dir. Uşaqlar baxın. Bura 5'dirsə, bura 5'dirsə, görürsünüz. Bura 5 eynidir də. Burada 13'dür. Bax bir üçbucağın iki tərəfi bax. Bura 5, bura 13. Bura 5 ise burada avtomatik 13 olmalıdır. Həm də uşaqlar, baxın bunu yaddan çıxartmayın ki, bax, əgər bir üçbucağın hündürlük və median çəkiliblərsə və eyni xətdirsə, bu həm hündürlük həm də median, onda bu bərabər yanlış bucaq olmalıdır. Bizə deyir ki, AD-ni tap 5 oldu, BC-ni də 13 oldu uşaqlar. Sonra gəldik bura. Baxın, əgər bura 6'dırsa, avtomatik bura 6 olurmu? Olur. Bax, bura ilə bura bir-birinə bərabərsə, bura 8 olurmu? Ayşələr, bir üçbucağın biri 6'dır, biri 8. Onda bura avtomatik buranın 10 olacaqmı? Olacaq. Sən deyir ki, AB-ni tap. AB 6, YC 10, BC-ni tapdı. Hani BC də? BC-də ümumi neçə olur? 8, 8, 16 olur aşağıda. Əla, bu şəkildə baxmamız lazım. İndi baxın. Bu bir xətdirmi? Oxşarlıq vardı, deyilmi? Onda burada 5 olmalıdır. Elə deyilmi uşaqlar? Baxın. Sonra bir bucaqdır, bu 5, bura 3 olmalıdır. Onda avtomatik burada 4 olacaq. Niyə? Baxın uşaqlar, bax. Bir xətdir, bura 5, bura görürsən, bir xəttin bu arasında 5 ilə 3 dayanıb bu. Deməli, bu şəkildə olmalıdır uşaqlar. Sonra gəldik nəyə? Gəldik nəyə? Deyir ki, bərabər, burada 9-cu suala baxırıq uşaqlar. Deyir ki, üçbucaqların BTB əlamətinə və üçün daha hansı ölçülər bərabər olmalıdır? Uşaqlar, baxın. Məsələn, bucaq tərəf bucaqdır. Bir üçbucağın bir bucağı 2 dənə bucaq olmalıdır. Bir bura, bu tərəf bir də bu bucaq olmalıdır. 2 dənə bucaq olmalıdır. Eyni. Məsələn, mən bura bir beta demişəm, bura beta demişəm. Məsələn, burada bir beta deməlisən ki, eyni olsun. Olduğu bu şəkildə baxmalıyıq. Burada da həmçinin bu bucağımı götürürsən, bir dənə də bunu götürməlisən. Eyni. Həmçinin burada da bu ikisini götürməli lazım ki, bucaq tərəf bucaq olsun. Tərəf bucaq tərəfə üçün isə uşaqlar. Burada da eyni qaydada hər hansı bir bucaq bu bucağı götürməliyəm. Elə deyilmi? Burada da məsələn bunu götürmüşəmsə, bunu da götürməliyəm ki, eyni olsun. İndi yaxşı, bəs tərəf bucaq tərəfdə necədir? Bir tərəf götürürsənmi? Bir dənə bu tərəfi götürməlisən. Bu tərəfi götürsən, bu tərəfi götürməlisən. Bunu götürsən, bunu. Burayla da buranı, burayla da buranı, burayla da buranı götürməliyik. Bu şəkildə baxmamız lazım. Sonra gəldi bərabər yanlış bucağa. Uşaqlar, baxın, bərabər yanlış bucaqda qaydamız necə idi? Yan tərəflər bir-birinə bərabər, yan tərəflər görürsünüz və otacağa bitişik bucaqlar da bir-birinə bərabər olmalıdır. Uşaqlar, bərabər yanlış bucaqda bu təpə var, bu təpədən çəkilən hündürlük, median və tənbülən üst-üstə düşür. Görürsünüz uşaqlar, bu belə tənbülən işarəsi və bir də median işarəsi. Median, tənbülən üst-üstə düşəcək. Bunu yaddan çıxartmırıq aşağılar. Buna aid də suallar qarşımıza çıxsa bu şəkildə həll etməmiz lazım. Gəldik məsələn, bax bura. Deyir ki, misal nömrə 10'a baxırıq. Onda baxın aşağılar, bizə nə deyir 10-cu sualda? Deyir ki, bax bura 55 gözün bərabər yanlıdırsa onda uşaqlar, bu yan tərəflər bir-birinə bərabər olmalıdır. Yəni 2x bərabər olmalıdır, x üstə gəl 8-ə. Buradan x bərabər neçə oldu? 8 oldu aşağılar. Bizə nəyi tap deyirdi? Buranı. Əla.
Burada x-də 8 oldu. Məsələn, B variantında bu otacağa bitişik bucaqlar nə olmalı dedik? Bir-birinə bərabər olmalıdır. Yəni, y bərabərdir 80, çıxılsın y-a. Buradan 2y bərabərdir 80-ə, y də bərabərdir 40 şəklində alacaq uşaqlar. 40 olacaq. Y-ımız 40-mış. Burada da uşaq bərabər yanlıdırsa, 4a bərabərdir 2a üstə gəlsin 16-ya. Buradan 2a bərabərdir 16-ya, a da bərabər 8 olacaq uşaqlar. A da bərabər 8 şəklində olacaq. Gəldik 11-ci suala. Tələb olunan tərəfin uzunluğunu və bucağın ölçüsünü tapın deyir uşaqlar. Baxın, əgər bura 20-dirsə, burada 20 olmalıdır. Bayaq mən dediyimdə bərabər yanlış bucaqda hündürlük median tənböləm üstə düşür. Onda bura hündürlük olduğuna görə burada 3 olmalıdır. Hə, DC 3. ABC dərəcəsi isə uşaqlar ümumilikdə 20-20-40 olacaq. Bu şəkildə baxmamız lazım. Burada da baxın uşaqlar. Yenə də bax bura 15-dirsə burada 5 olmalıdır uşaqlar. Avtomatik və burada əgər 15-dirsə burada 15 və ümumi neçə oldu? 30 olacaq uşaqlar. Burada 30 olmalıdır. İndi baxın uşaqlar. Burada yenə bərabər yanı və bu 90 dərəcə düz bucaq uşaq. Bura 10-dursa baxın uşaqlar bu həm mediandır, həm tənböləndir, həm hündürlük bərabər yanlış bucaq olur. Onda burada 10 olmalıdır. Hə bura 10-dursa bizə BC-ni tapdıq. Bura 20-dir. Burada ümumilikdə neçə olacaq? 90 dərəcə olsa. Burada 20 uşaqlar. Bu şəkildə baxmamız lazım. Sonra gəldi üç bucağın konkretinin 3-cü əlamət. 3-cü əlamətdə uşaqlar T'dir uşaqlar. Yəni bir üç bucağın 3 tərəfi digər üç bucağın 3 tərəfinə bərabərdirsə, onda bu üç bucaqlar kongruentdir uşaqlar. Oldu, bu şəkildə baxmamız lazım. Məsələn, baxın, 4, 8, 6. Görürsünüz, 4, 6, 8. Bəli, kongruentdir. 4, 8, 9. Burada 4, 8, 7. Bu deyil uşaqlar. 4, 4, 7. 4, 4, 7. Bu doğrudur. Bu şəkildə baxmamız lazım uşaqlar. Uşaqlar, baxın. 13-cü sualda deyir ki, şəkildəki üç bucaqların kongruentinin hansı elementına görə əsaslandırır? Görürsünüz, T'dir. Baxın, 3 onda 5, 3 onda 5, 2 onda 5, 2 onda 5, 4, 4. Hə, uşaqlar, əgər bunlar bərabərdirsə, deməli, tərəf-tərəf anlayış və burada x üstə gəlinsin 10 bərabər olmalıdır 2x minus 40-a. Mən bunu bu tərəfə keçirsəm, x çıxılsın 2x, bərabərdir mənfi 40 çıxılsın 10-a, mənfi x bərabərdir mənfi 50-yə, x də bərabərdir 50 şəklini alacaq uşaqlar. Yəni, burada x-imiz nə oldu? 50 olacaq. Burada da bax, eyni qaydadır uşaqlar. Bunlar yenə də bir-birinə nə olmalıdır? Bərabər. Görürsünüz, 7, 8, 7, 8 arasında qalan bucaqlar eyni olmalıdır. Yəni, 2x minus 20 bərabər olmalıdır. X üstə gəlsin 50-yə. Bunu bu tərəfə keçirsəm, 2x çıxılsın x, bərabər 50 üstə gəlsin 20-yə. Buradan da x bərabər neçə oldu? 70 olacaq uşaqlar. Yəni, bu şəkildə baxmamız lazım. Sonra gəldik 14-cü suala. Deyir ki, bizə CD parçası ABC üçbucağının medianıdır. Uşaqlar, baxın, median tənbələn üst-üstə düşür uşaqlar. Gəlin bunu çəkək. Bax, bərabər yanlış bucaqda bunu unutmursunuz. A, B, C. Buradan çəkdiyim bu xətt həm hündürlükdür, həm mediandır, həm də tənbələndir. Bu bucaqlar bir-birinə bərabərdir deyir aşağılar. Və həmçinin bu bucaqlar da bir-birinə bərabər. Deyir ki, ACD, ACD üçbucağının perimetri 30-dur. CD median bura 12-dir aşağıda. Bura 12-dir. Bura bir A, bura bir B, burada B'dir və burada uşaqlar həmçinin, bax, bu A'dır. Mən desəm ki, sənə A üstə gəl, B üstə gəl 12 bərabərdir 30-dur. Onda sən burada A üstə gəl, B neçə olur aşağılar? 18 olurmu? Olur. Deyir ki, ABC üçbucağının perimetrini tapın. İndi mən buranın ümumi toplasam A üstə gəl, A üstə gəl, B üstə gəl, B bərabərdir. Neçə olmalıdır? Gəlin baxaq görək də. Aşağılar, buradan topladım. 2A üstə gəl, 2B olur. Buradan 2'ləri mötərizə xaricine çıxart. A üstə gəl, B olur. Buradan da 2 vurursun. A üstə gəl, B-ni 18 tapmış. 2'ni də 18'ə vursan neçə ilə uşaqlar cavabımız? 36 şəklini alacaq uşaqlar. Məsələn, B variantına baxsaq, indi deyir ki, ABC üçbucağının perimetri. Baxın, belə bir şeydir. Deyir ki, baxın indi ABC, bura A, bura A'dır. Burada bir B, B deyirəm. Bunların perimetri neçədir? 32'dir deyir aşağılar. Baxın, A, B, C. Burada deyir. Baxın, 2A üstə gəl, 2B bərabər 32'yə. Onda A üstə gəl, B 16 olacaq aşağılar.
A üstəgəl və sənə deyir ki, BDC üçbucağı, BDC üçbucağı. Hanı BD? Bura bir H yazacağım. H üstəgəl A üstəgəl B bərabər 24'dür. Uşaqlar, baxın bu A üstəgəl B-nin yerinə 16 yazsam, 24'də 16 çıxsam, bura 8 elədi. Bunda bura 8 olacaq. Hani sən CD-ni tapdın, CD-də 8 oldu, bax uşaqlar. Yəni, bu şəkildə olmalıdır. Sonra gəldik nəyə? Gəldik 15-ci suala. Təklifi əsaslandırmaqla bağlı, layihənin fikrini müzakirə edin və doğru olmadığını yoxlayın. Deyir ki, bir düzbucaqlı üçbucağı hipotenuzu və katedrə uyğun olaraq o biri hipotenuzu və katedrinə kongruent olarsa bu düzbucaqlar kongruentdir. Bəli, təbii ki, uşaqlar. Çünki niyə? Əgər məsələn 2 dənə tərəf oxşardır və tərəflər arasındakı bucaqlar da oxşar olacaq artıq, onda bu şəkildə olar. Bizə nə deyir bir də burada? Üçbucaqlar C və F bucaqlarının təpə və tərəfləri üst-üstə düşməklə eləşdirsə, B və tərəflər üst-üstə düşür. Onda A və D də üst-üstə düşməlidir. Əks halda alınan bərabər yanına ABC üçbucağın oturacağını biçi bucaqlardan biri digəri isə kör bucaqdır. Bu isə mümkün deyil, deyir aşağılar. Bu şəkildə olacaq. Belə. Sonra gəldik nəyə? Deyir ki, 16-cı sualda nə deyir? Asma körpü üzərində qeyd olunmuş xətlər üçbucağı əmələ gətirir. CD parçası bu üçbucağın hündürlüyüdür. ACD və bu üçbucaq hündürlüyü 90 dərəcə bucaq yanır və BCD üçbucaqlar kongruentdirmi? Deyir aşağılar. Baxın uşaqlar, təbii ki, indi mən burada bu iplərə görə baxsaq, təbii ki, məsələn, burada 1, 2, 3, 4, 5 var burada, məsələn, 1, 2, 3, 4, 5. Təbii ki, uşaqlar niyə kongruent olur? Çünki bu xətlərə bir dənə baxın, məsələn, mən buradan birini çəkmişəm, buradan birini çəkmişəm, bu eyni məsafədə yerləşməlidir ki, ağıllıq tam tarazlaşsın deyə. Bəli, doğrudur. Tən böləni dedi. Gəlin bir dənə baxaq, deyir ki, hansı fikir doğrudur? Kongruent dedi. CD ABC üçbucağın tən bölənidir. Bəli, tən böləni ola bilər. Həm tən bölənidir, həm də medianı, həm də hündürlüyü də aşağılar. Çünki bərabər yanlış üçbucaqdır. Bunlar birinə bərabər. AD parçası BD parçasından kiçikdir. Yox, eynidir orada. ABC üçbucağı bərabər yanlış bucaqdır. Bəli, bu ikisi doğrudur. Elxan və Aynur doğru deyil. Aşağılar. Digərlər isə Sami səhv deyil. Keçdik 17-ci suala. Deyir ki, usta evin dam örtüyünün fasadını laminant materialı ilə örtmək istədi. AD parçası ABC üçbucağının tən bölənidir. Deyir aşağılar. AD, verilən ölçülərə əsasən neçə kvadrat laminat istifadə olunacaq deyir aşağılar. Əla. Baxın uşaqlar, belə deyək də indi. Əgər bura 4-dürsə, indi mən bax bura əgər 4-dürsə, burada avtomatik, çünki bura 4 olmalıdır uşaqlar. Bura 3.5-dirsə, onda bu hündürlük var uşaqlar. Ümumi bax bura qədər 3.5 düşübsə, bura 2.5 düşməlidir. Baxın bura 2.5 olacaq uşaqlar. İndi dam örtüyün üstünü örtəcəklərsə, belə. İndi uşaqlar biz burada nə etməliyik? Burada düzbucaqlı üçbucaqlar yaranırdı 2 dənə, deyilmi? Bu düzbucaqlı üçbucaqda S bərabərdir yazmalıyıq ki 2.5 vurulsun 4. Biz birlikdə katedlərinin hasilinin yarısı bölünsün 2. Bundan bunu xüsusilə bura 2. 2.5'i də 2'yə vursan 5 elədir. Bu düzbucaq üçbucağın sayəsini tapdım. Buranın da eyni qayda S bərabərdir 4 vurulsun 2.5 bölünsün 2 olacaq uşaqlar. Buradan da yenə bulayıq sayəsə 2 vurulsun 2.5, bu da elədir 5. Bu 5'dən də 5'i toplasaq, elədir cavabımız neçə? 10 şəklini alacaq uşaqlar. Belə. Sonra gəldik nəyə? 18-ci sualda nə deyir? Deyir ki, dəmir pilləkən təsvirində kongruent bucaqlar qeyd olunmuşdur. Əla. Həm də bura 200-dür uşaqlar, burada 200 olmalı. Bu məsafədə 200 olacaq. Deyir ki, DB-nin, DB, DC nisbəti. DB-nin DC nisbəti budur. Perimetrini tapın. Deyir ki, uşaqlar, baxın. Gəlin belə eləyəndə bu DB
bölünsün DC bərabər 1,5 bölünsün 1 oldu. Mən bunları hər tərəfini 10'a vuraq aşağılar. DB, DC 10'a vursam bura 15, burada 10 edir. Hər tərəfini 5'e də bölsəm bura 3, burada 2 olacaq, elə deyil mi? İndi bax burada sənə deyir ki, DB bölünsün BC bərabər 2 bölünsün 1 nisbətində. Amma bax burada DB 3 uyğundur, burada 2 uyğundur. Gəlin bunları biz 2'nin 3'ün ekobunu nəyə? 6'ya tamamlayaq da. Bunları hər tərəfini 2'yə vuraram. Bunda oldu nə? 6 bölünsün 4. Buranın da hər tərəfini 3'ə vuraram. Neçələrdə 6 bölünsün 3 oldu. Şöyle deyir ki indi DB C'nin perimetrini tap deyir bizə, değil mi? Nə qədərdir DBC'nin perimetri? DC ilə AB bucaqları da kongruentdir. Burada 2 metrdir, değil mi? DBC'ni tap deyir, değil mi bizə? Baxın aşağılar. İndi deyək ki, belədir də. Belə bir şeydir. Bura 2 metr olsun da. Bura 2'dirsə. Burada DBC'ni deyir, değil mi? Bura 2'dirsə uşaqlar, baxın. Əgər mən neçə tapdım? DB neçə dedim? Dedim ki, əgər bura 6'dırsa, onda BC'miz nə qədər oldu? 3 oldu. Onda nə etməliyik? 6 üstə gəlsin, 3 üstə gəlsin. Bu santimetrdən və bizə perimetrin nə qədərdir? Nəsə də biz burada santimetr yəni metrlə şeyləyək. Bunları topladığımız zaman nə oldu aşağılar? 11 olacaq. 11 metr şəklini alacaq uşaqlar. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.